Uşaq günü Şuşada da qeyd olunub. Azərbaycanın mədəniyyət beşiyində Şuşa Türk Xalqları Birliyinin Mədəniyyət İncisi də adlı Beynəlxalq Uşaq Yaradıcılıq Festivalı təşkil edilib. Festivala Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası və Macarıstandan 300-ə yaxın məktəbli qatılıb. Onlar Şuşada ölkələrinin musiqi və rəqs mədəniyyətini təqdim ediblər. Biz bugün milli mahnılarımızı, həmçinin dünyaca məşhur müxtəlif bəstələri ifa etdik. Çox möhtəşəm idi. İlk dəfədir ki, Şuşadayım. Çox təmiz havası var bu şəhərin. Çok memnunum. Çok güzel bir yer Azerbaycan. Çok mutluyum. İnsanları, yerleri, her yer tertemiz. Kardeş ülkemize gelmek bizim için gurur meselesidir abi. İkinci dəfədir ki, buradayıq. Azərbaycanı, insanlarını, mətbəxini çox sevirik və sizin təbiətiniz möhtəşəmdir. Xüsusilə də Şuşa. Bir həftədir ki, buradayıq. İlk növbədə Bakıya getdik. Paytaxtınızda bir çox gözəl məkanları ziyarət etdik. İlk dəfədir ki, Azərbaycandayıq. Çox bəyənirik buranı. Möhtəşəm festivaldır, rəngarəngdir. Bütün türk xalqlarının burada toplaşması bizim üçün qürur mənbəyidir. Şuşanın dağları rəqsini təqdim etdik və biz buradan Xarı bülbül qoxulu Şuşamızdan gələn bütün türk qardaşlarımızı, türk dövlətlərimizi səmimi qəlbdən salamlayırıq və çox qürur duyuruq ki, bugün biz bu festivalda çıxış etdik və bütün uşaqların buradan Beynəlxalq Bir iyun Uşaqlar Gününü təbrik edirik. Türk xalqları şagirdlərinin festivalda iştirakının əsas məqsədi odur ki, onlar öz ölkələrinin mədəniyyətini, incəsənətini, tarixini nümayiş etdirirlər. Eyni zamanda bu ölkələrin uşaqları arasında dostluq əlaqələri gücləndirilir, genişlənir. Azərbaycana gələndə onlar eyni zamanda Azərbaycanın tarixi ilə, mədəniyyəti ilə, incəsənəti ilə, adət-ənənələri ilə, mətbəxi ilə, təbiəti ilə tanış olurlar. Festivalda həmçinin tanınmış mədəniyyət və incəsənət xadimləri, məktəblilər, şəhid övladları iştirak ediblər. Elnur Tofiq, Elmin İspəndiyarov, Orxan Qayıbov, Nigar Etibar, ASTV Xəbər.